tamaşa düyüləri. Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında. Bərəkət çayları. Çaylar geldi, doldur stekanları. İçtik de keyif dolar bereket. Çay anları. Bereket çay sensiz olmaz. Demli demli doymak olmaz. Bereket çay. Rix Time. Tər əleyhinə sprey. Kəndimiz verilişini təqdim edir. Mehribandı sizə maral, mehribandı sizə maral. Aman maral, aman maral, aman maral, aman maral. Vay vay vay, gecemizin sürpriz konağı Nişad Hanım. Ay kız öperdim gözlerinden. Oğlan oğlan öperdim gözlerinden. Güle güle dedim ana, yatma dur. Sevdiğim kız uyanmıştı bayaktan. Ya. Elinden sana. Ana. İndir beni. Buz dağlardan, tepelerden, enin gelin düze maral, enin gelin düze maral. Yaşıl çöller geymeşeler, yaşıl çöller geymeşeler. Mehribandı size maral, mehribandı size maral. Aman maral, aman maral, aman maral, aman maral. El bezəni bağ qumaşa, bugün size gelin cuşa. Oylaqları baştan başa, oylaqları baştan başa. Gəzib süzə maral, gəzib süzə maral. Aman maral, aman maral, aman maral.
vay, gecəmizin sürpriz qonağı Nişad xala. Ay kız öperdim gözlerinden. Oğlan oğlan öperdim gözlerinden. Güle güle dedim ana, yatma dur. Sevdiğim kız uyanmıştı bayaktan. Deməli, hal-hazırda çox fərqli bir şey görürəm. Aşımız hazırlanır və soğan doğrayırıq xanım. Bəli xanım. Biz bu soğanı doğrayırıq, həlim üçün hazırlayırıq. Stəkanlarda bir stəkan həlimə, bir çay qaşığı soğan, təbii ki, narla qarışığı qatırıq və biraz da qatıq. Yəni süzmə deyim. Çox ləzzətli olur. İlk dəfə yeyəcəm, çox maraqlı. İnşallah yeyəsiz, xoşunuza gəlir. Ucara aid bir Xüsusi ucara aid xüsusi bir deyim ki, yemək növü deyim. Yəni belə çox sevilir. Tarixən qədimdən mən balaca olanda nənəm, anam həmişə düyü süzəndə belə həlimi soğanla qarışdırıb stəkanlarda bizə verirdilər, biz də içirdik. Çox ləzzətlə içirdik. Bəli. Bunu doğradıq, biraz su, duz tökürük içərisinə. Çox az miqdarda. Və nar, dənələnmiş nar qatırıq. Bunlar bunu çox ləzzətlidir. nar da həyətin narıdır. Bəli, təbii ki, öz həyətimizdən. Ucar narı, müsüstü narı. Maşallah, ucar da narı ilə məşhurdur. Bəli, bəli, çox dadlı narımız var. Sizi çox təşəkkür edirəm. Kəndimiz verişində həmişə var olun. Həmişə mərifətli, mədəniyyətli. Kəndimiz verişindəki bütün hamı mədəniyyətli. Çox qəşəng insanlar və bizim üçün qəşəng dəyərli insanlar var. Əsilliklə İlahə xala, Həmzə müəllim, onları çox təşəkkür edirəm. Var olun, siz də var olun. Bizi izləyənlər, siz də var olun, mən də var olun. Deməli, hal-hazırda plovumuzun Qazmağını hazırlayırıq. Bəli. Bu hər bölgədə müxtəlif formada olur. Bizdə yalnız bu formada, bu qaydada eləyirik. Bəzi, məsəl üçün, Bakıda yuxa yayırlar, yuxa qoyurlar aşın dibinə qazmaq əvəzi, yəni belə. Amma bizlərdə, yəni nənəmdən, mamamdan belə görmüşəm ki, düyünü töküb, üzərinə bir dənə yumurta və yaxud da 2 dənə yumurta vururuq. Biraz qatıq, biraz da yağ. Bu qaydada qarışdırırıq və belə səliqəli formada yayırıq qazanın içərisinə. Sonra bu qaydada belə eləyirik. Sonra əvvəlcədən hazırladığımız zəfəran suyunu bu qaydada tökürük. Biraz qarışdırırıq ki, rəngi düyülərə yayılsın.
Əvvəlcədən bu hinduşka ətidir, hinduşka. Bunu dünəndən doğramışıq, yumuşuq, bastırma eləmişik. Bastırmanı da necə eləyirik? Soğan doğrayırıq xırda-xırda, nar şərabı qatırıq və biraz da kişniş qatırıq. Yəni bu bizə aiddir, bu Ucar rayonuna aid döşəməli plovdur. Bunu səliqə ilə belə düzürük qazanın dibinə. Bir gün qabaqdan qalır ki, yumşaq. Bəli, təbii ki, bir gün qabaqdan bastırma eləyirik bunu. Bunu narda dənələyə bilərik, amma mən nar şərabdan istifadə eləmişəm. Təmizlədiyimiz şabaldı səliqəli şəkildə yığırıq. Digər hissəsinə isə kişmiş. Əvvəlcədən yuyulmuş kişmişləri bir hissəsindən yığırıq. Və sonda qalan düyünü də bu qaydada əlavə edirik qazana. Sonda yağı tökürük üzərinə. Xeyr, həmən yağı tökmürük. Biraz dəm alır, düyü biraz özünü tutur, ondan sonra yağ əlavə edirik. İndi yağı töksək, yağ dibinə çökəcək, o yaxşı effekt verməz, yəni alınmaz. Belə daha yaxşı olur. Biraz dəm alandan sonra yağını tökürük. Aşımız hazırdır. İnşallah dəmə qoyaq. Qazanın qapağını bu qaydada dəsmalla bükürük ki, buxarı yəni içəri verməsin. Düyülərimiz dən-dən qalsın. Bu dəsmal bunun buxarını çəkir. Bəli, əziz tamaşaçılar, indi isə günümüzün ən dadlı yerinə gəldik. Süfrələrimizin bəzəyi, tamaşa miyad düyülərindən bəhs edəcəm sizə. Tamaşa düyüləri xüsusi seçilmiş hər biri eyni boyda, ağappaq ətirli dənələri ilə fərqlənir. Qaynadıqda dən-dən qalır, süfrələrinizə ləzzət və gözəllik qatır. Keyfiyyətinə güvənilən, dadı ilə seçilən tamaşa düyüləri. Hər evin sevimlisi, hər aşpazın sirridir. Süfrələrin ən dadlı sirri, tamaşa düyüləri. Ağappaq ləzzətli və keyfiyyətli, yenə də tamaşa düyüləri. Qazan dolusu xoşbəxtlik, yenə də və yenə də tamaşa düyüləri.
Süfrəmizin bəzəyi, evimizin qoxusu, bərəkət çayı. Təbiətin qoynundan gələn saf yarpaqlar, 1000 illik çay ənənəsini daşıyan əllər və müasir texnologiyanın yaratdığı unudulmaz dad. Bu sadəcə bir içki deyil, Azərbaycan çay mədəniyyətinin rəmzidir. Hər qurtumunda səmimiyyət, hər damlasında bərəkət var. Bərəkət çay sizi doğmalığa, rahatlığa və təbiətin ətrinə aparır. Hər fincanda bərəkət, hər qurtumda sevgi var. 100% orijinal Ceylon çay yarpaqları Şri Lankanın tropik iqlimində dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yetişir. Təbii aroma və tünd ətir hər qurtumda əsil Ceylondadır. Müasir texnologiya ilə qablaşdırma yarpaqların təbiiliyini, qoxusunu və enerjisini qoruyur. Sağlam və antioksidant tərkibli bədəni təmizləyir, gümrahlıq verir. Bütün zövqlərə uyğun növlər klassik, qara, yaşıl bergamot ətirli, xüsusi Premium Gold seriyası. Super Crest evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə, həyatınızı asanlaşdıran texnologiya, ağıllı seçim, uzun ömürlü rahatlıq. Günün hər anı evinizdə Super Crest. Super Crest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Keyfiyyətə güvənin, rahatlığa sahib olun. Mətbəxdən qonaq otağına qədər evinizin hər köşəsində Super Crest. Çünki hər ev ən yaxşıya layiqdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız və yalnız Super Crest elektrik məişət avadanlıqlarında. X-Time tər əleyhinə sprey 24 saat boyunca səninlədir. Təmiz təravət, uzun müddətli qoruma və maksimal rahatlıq. Bir dəfə vur, gün boyu özünə güvən. X-Time, təravətli və güclü ol. Gecəmizin sürpriz qonağı Nişad xala. Ay qız, öpərdim gözlərindən. Oğlan, oğlan, öpərdim gözlərindən. Gülə gülə dedi mənə, yatma dur. Sevdiğim kız oyanmıştı bayaqdan. Deməli, hal-hazırda Nehrəmizin yanındayıq. Nehrə çalxalayacağıq. Bu nehrə başqa o gördüyüm, digər kəndlərdə gördüyüm nehrədən fərqlidir. Deyəsən, əsl nehrə budur. Bəli. Mən bunu qatğın töymüşəm, suyun töymüşəm. Saxlayıram, indi olacaq. Yağını da yığacaq. Əla olacaq. İnşallah. Əsl kənd qatığı, yağ olacaq. Qatıq da özünüzündür. Bəli, bəli. Hamısını töymüşük. İndi oturacaq. Bu nə işə yarayır nehrədə, bu nədir? Ki, qatıq ki, çölükdür. Olanda bilək, oradan baxırıq ki, görək ki, olub, olmayıbdır. Tam fərqli, yəni, tam fərqli. Dədəm, babam nehrətdə bu. Dədəm, baba nehrəsidir bu. Qızım, qızıma qurban. İndi saxlayırıq. Birazdan olacaq nehrəmiz. Yağın yığacaq, ayranın bir götürəcək, yağın bir götürəcək. Nehrə nədən hazırlanıbdır belə? Materialı var da, ondan raxlayırlar, gətirib satırlar kətdə. Adamı məncə yormur. Görsən maşında gətirib satırlar, biz də alırıq. Nehrəmizin yağı hazırdır. Qoymuşuq yuxanın üstünə, yayıb yeyəcəyik. Maşallah günün olsun. Bax, əsl kənd yağıdır. Ayranından da Doğğa pişirəcək bir qazan, kişnişdi, göylü, qəşəng, dardı doğamız olacaq, Allah qoysa. göyərtilərdə həyətimizin göyərtisi. Həyətimizin göyləridir, kişnişdi, şüyüddür, ispanaqdır, cincilimdir, hamısı həyətimizdəndir. Ay maşallah.
nehrəmizi çalxadıq, alınan ayrandan dova bişiririk. Biz doğuya, yəni bizim bölgə, qətiyyən düyü qatmırıq. Biz yalnız un qatırıq. Yəni bu özəlliyi ilə fərqlənir bizim bölgənin doğası. Tamaşa düyüləri. Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında. Bərəkət çayları. Çaylar geldi, doldur stekanları. İçtik ve keyif dolar bereket. Çay anları. Bereket çay sensiz olmaz. Demli demli doyman olmaz.
Bereket çay. Rix Time ter əleyhinə sprey. Kendimiz verilişi reklamlardan sonra devam edecek. Tamaşa düğüleri. Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında. Bərəkət çayları. Çaylar geldi, doldur stekanları. İçtik de keyif dolar bereket çay anları. Bereket çay sensiz olmaz, demli demli doymak olmaz. Bereket çay. Rix Time ter əleyhinə sprey. Kendimiz verilişi reklamlardan sonra devam eder. Rövşən bəy. Vay vay vay, gecəmizin sürpriz qonağı Nişad xanım. Necəsiz, nə var, nə yox? Hoş gəlmisiniz. Salam dostlar. Dəyəm nənəsi ilə görüşürəm. Həmzənin, Pərvizin, o biri qardaşın toyuna gələk inşallah. Necəsiz? Mən Həmzənin nənəsi çox sevirəm ha. Çox mərd, çox qoça. O görünüz anam yadıma düşür. Aynı elə görünüşü də oxşayır. Torpağı sana Allah ömür versin sizə. Biz də çox sevdik və çox sevindik ki, siz bugün bizim sürprizimizsiniz. Bizim bilirsiniz ki festivaldaydıq. İndi oradan gəlirik. Həmzə ilə duetimiz var Emin Sabitoğlu'nun. Öpərdim gözlərinə mahnısı. Nənəli qəşə çıxış oldu ki, bir stadion tamaşaçı Həmzəyə alqışlar yağdırdı. Çox sağ olun. Sizin sayənizdə də hamısı çox sizə minnətdaram. Mən öz tələbələrimi əzizlərim kimi, balalarım kimi sevirəm. Hər zaman dəstək eləməyədir. David də buradadır. Bu da şeydir də, fındığın ləpəsi. Tələbəmin tələbəsi. Necəsiz, axşamınız xeyir. Davidin Çox gözəl süfrə hazırlayıb bizim üçün. Mənim şübhəm yoxdur. Nənə mənim üçün həmişə kənd sovqatı. Ürəyimdədir, həmsə bunlar mənim ürəyimdədir. Kənd sovqatı Şahabə göndərmə. xanım. Elə şeylər var ki, şəhərdə əlbəttə ki, imkan var gedib ala bilərik, amma onun əli ilə hazırladığı, onun mənə dəyər verirlər, göndərdiyi. Məsələn, 5 dənə kənd yumurtası, məsələn 5 dənə göndərmir, çox göndərir. Mənim üçün dünyadır. Mənim üçün deyir, bir sənədə o deyir, belə kinoda deyirəm, məsələ minimalist olmaqdır. O mənə dəyər verir və mən onu sevə-sevə. Elə insanlara çox minnətdaram, çox təşəkkür edirəm ki, elə insanlar, siz elə insansınız, bilirəm.
Ona Sizə görə Allah sizi çox ömür versin. istəyirəm. Mən Sağ olun, istəyirəm çox ki, sağ olun. inşallah Həmzənin oğlunu mənim sinifimə gətirən gün İnşallah, olsun, sən inşallah. gətirəsən. Bunlara demişəm ki, 100 yaşayacağım, 100 yaş deyirəm Yaşa, yaşayacağım. yaşa. Человек, yəni insan vek. Bəli. Bir əsr yaşayır, 100 yaş. İnşallah. Allah O zaman içəri keçək Nüşabə xanım. Mən üşümürəm, mən şarfımı atmışam. Bəli, əziz tamaşaçılar, hal-hazırda Şərəbanu nənənin açdığı süfrənin başına toplaşmışıq ailə olaraq. Nüşabə xanım da bu ailənin bir parçasıdır. Təkrar xoş gəlmisiniz Nüşabə xanım. Çox sağ olun, çox təşəkkür edirəm. Biz Həmzə ilə festivaldaydıq. Ondan sonra da bir gözəl konsert proqramına çıxış elədik. Həm festivalda iştirakçıları kimi, həm də başqa konsert tədbirimiz var idi. Bu arada Davidi də aparmışdıq özümüzdən. David də bir-iki mahnı oxudu orada, bəli, biz onu təqdim elədik. Çox gözəl mahnılar oxudu, yeni mahnılar öyrənib. Həmzə özü, baxmayaq ki, özü tələbədir, magistrdir. Amma onun da artıq hazırladığı tələbələr var. Özü bu David çox adamı təəccübləndirir. Hər kəsin xoşu gəlir Daviddən. Və ən başlıcası isə hardan gəlməyimizə asılı olmayaraq mən Həmzənin nənəsi Şərəbanu xanıma çox təşəkkür bildirirəm. Əziyyət çəkmisiniz, süfrə açmısınız, bizi belə gözəl, gülər üzlə qarşıladınız. Çox sağ olun. Həmişə sizin evə, ocağa, xoş günlərə gələk. Həmzənin valideynlərlə tanış olmağa çox şad oldum. Həmzənin qardaşı Pərviz də bizim tələbəmizdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Estrada Kafedrasının tələbəsidir. Çox gözəl səs tembri var. Yəni iki qardaş olmaqlarına baxmayaraq həm görünüşcə Həmzə atasına oxşuyur, Pərviz anasına. Səsləri də, səs çaları, tembrlər də ayrı-ayrıdır. Amma ən çox əlbəttə ki, Həmzə üçün, yəni Həmzə bizə 4 il bakalavr oxuyanda bu günə kimi magistr olaraq qədər ancaq nənəsindən danışım. Allah ona can sağlığı versin, uzun ömürlər versin, Həmzənin nəvələrini görsün, nə deyək, anamıza xoş günlər arzulayır və eyni zamanda Davidin nənəsi Minə xanım da çox mənim yəni artıq dəfələrlə görüşmüşük, tanışdığımız var. O da bizim əsl Azərbaycan nənəsidir, anasıdır ki, necə mənim evdə uşaqlarımı da mənim anam rəhmətli musiqiyə, dərsə, hər yerə özü düşür. Mənim vaxtım olmayıb getməyə. Bu iki nənəyə də baxıram, mənim anamı xatırladılar. Torpağı sanı ömür versin Allah onlara. Minay xanım da Davidi aparır, oraya aparır, bura aparır. David oxuyur, inkişaf eləsin. Şərban nənədəki heç də Həmzə üçün, Pərviz üçün belə əziyyətlər çəkir. Sağ olsunlar, Allah ömür versin, sağ olsunlar. Yeni duetiniz çıxıb Həmzə ilə. Həmzə ilə biz Emin Sabitoğlu'nun Öpərdim Gözlərindən çox az istifadə olunmuş bir mahnıda, az oxunub. Onu oxuduq, duet almışdıq, onu efirdə səsləndirmişdik. Həm də eyni zamanda Dilşad Musayevanın bəstəsi var, bu qız. Mənim repertuarımdır, sözlər də musiqi Dilşadındır. O Həmzə deyir ki, müəllimə olar o mahnı oxuyum, dedim, onu oxuyum. Sonra demişəm, Emin Sabitoğlu gözəldir, oxusun. Onu da verəcəm, Həmzə oxusun. David də Həmzə oxuyur, ondan sonra ötürür Davidə. David də onlar oxuyacaq. Amma David daha çox, daha klassikaya müraciət edir. Siz eşitmişsiniz Davidin ana kürünü? Yəni yaşına görə, yəni möcüzə deyirəm, David yox, möcüzə. David Cahangir Cahangirin ana kür mahnısını ifa elədi. Dəli Kür filmində olan mahnısı. İnanırsınız, bizim qonşu kanaldan olan jurnalistlər hamısı məhtəl qalmışlar Davidin ifasına. Bütün bunlara görə də zəhmət çəkən Minaya xanıma yetişdirən Həmzə bəyə sağ ol demək lazım. Sizin məktəbinizdir. Müşavirə Əsgərli məktəbidir. Bu arada çox sağ olun müəllimə. Təşəkkür edirəm sizə. Var olasınız. Bu gün gəldiniz, şərəf verdiniz mənə. Allah razı olsun, var olun. Və bəli.
Bəli, bəli, bəli və hər daim belə gözəl günlərdə görüşək. Siz istər insanlığınızla, istər sənətinizlə mənim üçün çox böyük bir məktəbsiz. O bəzən deyirlər əvəz olunmaz insanlar olmur və mən əminəm ki, sizin kimi pedaqoq, sizin kimi insan, sizin kimi gözəl bir xanım bir də bu dünyada olmayacaq. Allah sizi var eləsin. Təşəkkür edirəm sizə. O zaman alqışlayaq Nüşabə xanımı. Bu arada mən bunu qeyd eləməliyəm xüsus olaraq. Çünki gənclərə dəstək olaraq mən də çalışmışam. Məsələn, həmçə də uşaqlara dəstəkdir. Siz həmişə çox maraqlı layihələr işləyən bizim jurnalistimiz gözəl xanım, Dərfə xanım var. Bu layihə kəndimiz layihəsində rəhbəridir. Bundan öncə bir başqa layihəsi də vardı. Adını deyim, istəyəsiz verəsiniz. Xeyirli axşamlar verir. O Davidi çıxartmışdı məhz öz verilişinə. Ana Kür mahnısını orada ifadələmişdi David. Zərifə xanım da sağ olsun. Həmişə olduğu kimi yenə də fərqli layihələrlə tamaşaçının görüşünə gəlir. Belə fərqli layihə yoxdur. Hal-hazırda Azərbaycan televiziya məkanında belə fərqli layihə yoxdur. Çıxar uzaq düşər, um yanar çıraq düşər. Ay çıxar uzaq düşər, um yanar çıraq düşər. Yar gözümdən düşəndə könüldən iraq düşər. Yar gözümdən düşəndə könüldən iraq düşər. Ayrıldım gözlərindən, o şirin sözlərindən. Ayrıldım gözlərindən, o şirin sözlərindən. Bilseydim ayrılık var, öperdim gözlerinden. Bilseydim ayrılık var, öperdim gözlerinden. Ay kız, öperdim gözlerinden. Oğlan, oğlan, öperdim gözlerinden. Ay çıktı ayaz oldu, su endi dayaz oldu. Ay çıktı ayaz oldu, su endi dayaz oldu. Genç ömrüm ümit gözler, saçlarım beyaz oldu. Genç ömrüm ümit gözler, saçlarım beyaz oldu. Ayrıldım gözlerinden, o şirin sözlerinden. Ayrıldım gözlerinden, o şirin sözlerinden. Bilseydim ayrılık var, öperdim gözlerinden. Bilseydim ayrılık var, öperdim gözlerinden. Ay kız, öperdim gözlerinden. Oğlan, oğlan, öperdim gözlerinden. Ay kız, öperdim gözlerinden. Oğlan, oğlan, öperdim gözlerinden. Ayrıldım gözlerinden, o şirin sözlerinden. Ayrıldım gözlerinden, o şirin sözlerinden. Bilseydim ayrılık var, öperdim gözlerinden. Bilseydim ayrılık var, öperdim gözlerinden. Ay kız, öperdim gözlerinden. Oğlan, oğlan, öperdim gözlerinden. Ay kız, öperdim gözlerinden. Oğlan, oğlan, öperdim gözlerinden.
Dostlar, biz indi bir gözəl kənddəyik. Amma süfrəyə gələn yeməklər, bütün yeməklərə baxmayaraq, bu plov mənim diqqətimi cəlb elədi və bayaqdan yeyirəm, boşqabımda az qalıbdı. Deyirəm, bunu bişirən dadlı bişirib, yoxsa düyü dadlıdır. Sonra mənə dedilər ki, Nişabə xanım, siz bilmirsiniz, tamaşa düyüsü ilə bişən plovun dadı xüsusi olur, dəmlə olur, ləzzətli olur, tez həzm olunur. Onu yeyən ancaq zövq alacaq. Tamaşa düyüsü, tamaşa miyat düyüsü. Superdir. Çay olmasa bəs nə içər şərqimiz, süfrəmizə çay gəlsin çay. Bəh, 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 bəh. Adam nə zaman dincələr? Bərəkət çayını içəndə. Adam nə zaman istirahət edər? Bərəkət Seylon çayını içəndə. Bütün yeməklərdən sonra ancaq insana ləzzət verən nədir? Bərəkət Seylon çayının dəmləməli içməsi. Bərəkət Seylon çayı superdir. Dəmləyin, için. Görün nə görürsünüz. Dostlar, bugün mən sizə hər əleyhinə Rix Time dezodoratlarını təqdim edirəm. Həm kişilər üçün var, həm xanımlar üçün var. İsti havalarda həm sərinlədir. İstisənsə, tərləmisənsə, tərin qarşısında nə ola bilər? Ancaq Rix Time dezodoratları. Sizə bir məsləhətim var, tövsiyəm var. Ola bilsin ki, kimlərsə istifadə edirlər Rix'in məşhurluğundan, səmərəliyindən, gözəlliyindən onun saxtasını istehsal edir. Ancaq arxasında olan Lux Time yazılanı alın. Çünki saxtalardan qaçmaq lazımdır. Rix Time özü bir başqa bölüm. Yaşıl çöl
Hələ quşlar uçmamışdı bu dağdan. Güneş girdi otağıma səpdi nur. Gülə gülə dedi mənə yatma dur. Sevdiğim kız uyanmıştı bayaktan. Gülə gülə dedi mənə yatma dur. Sevdiğim kız uyanmıştı bayaktan. Bəli, əziz tamaşaçılar, biz gedirik ki, bundan sonraki veriliş sizin kendinizde olaq, sizin kendinizde olmamız üçün də aşağıda gördüyünüz nömrələrə bizə müraciət edirsiniz, yazırsınız. Bir sonraki verilişdə, bir sonraki kəndimiz hansı kənd olacaq? Bu isə sizə bağlıdır. Görüşənə dək sağ olun. Şirvanda bir genç şehir var, o da benim ucarımdır. Şirvanda bir genç şehir var, o da benim ucarımdır. Benim için cennet mekan doğulduğum diyarımdır. Benim için cennet mekan doğulduğum diyarımdır. Ucarımdır, ucarımdır. O da benim ucarımdır. Ucarımdır, ucarımdır. O da benim ucarımdır. Bahçesinden bir gül dersen, derib dostlarına versen. Bahçesinden bir gül dersen, derib dostlarına versen. Qonaqpərvər bir el görsən, bil ki mənim ucarımdır. Qonaqpərvər bir el görsən, o da mənim ucarımdır. Ucarımdır, ucarımdır. O da benim ucarımdır. Ucarımdır, ucarımdır. O da benim ucarımdır. Göyçan qədim yaxşı var, qızıl torpaqda şey var. Göyçan qədim yaxşı var, qızıl torpaqda şey var. Bircə yaxın qardaşı var, o da mənim ucarımdır. Bircə yaxın qardaşı var, o da mənim ucarımdır. Ucarımdır, ucarımdır. O da mənim ucarımdır. Ucarımdır, ucarımdır. O da mənim ucarımdır. Anam ucalmışam, o torpaqdan güc almışam. Əhlim anam ucalmışam, o torpaqdan güc almışam. Bərgüşətdə doğulmuşam, o da mənim ucarımdır. Bərgüşətdə doğulmuşam, o da mənim ucarımdır. Ucarımdır, ucarımdır. O da benim 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 ucarımdır. Tamaşa düyüləri.
Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında. Bərəkət çayları. Çaylar geldi, doldur stekanları. İçtik ve keyif dolar bereket. Çay anları. Bereket çay sensiz olmaz. Demli demli doymak olmaz. Bereket çay. Rix Time. Tər əleyhinə sprey. Kəndimiz verilişini təqdim edir.